İnşaatçılar metrosundayıq. Şəhərə çıxış lövhəsində göstərir ki, əgər biz sağ tərəfə getsək, Bakı Biznes Tədris Mərkəzi. Sol tərəfə çıxsaqsə, Yasamal elektrik şəbəkəsi istiqamətində gedəcəyik. Bizdən qarşı tərəfdə isə Yasamal rabitə qovşağı istiqamətidir. Ancaq biz şəhərə çıxmırıq. 1985-ci ildə istifadəyə verilən stansiyanın memarları Zeynəb Quliyeva və Oqtay İşqəliyevdir. 2015-ci ildə stansiyanın keçid tunelləri təmir edilir. Təmir zamanı giriş qapısından eskalatora qədər, həmçinin eskalatordan çıxış qapısına qədər olan məsafədə görmə məhdudiyyətli şəxslərin işini asanlaşdırmaq üçün yerə relyefli zolaqlar çəkilib. Buranın tikintisinin çox maraqlı bir tarixçəsi var. Belə ki, İnşaatçılar stansiyasının tikintisi zamanı yeraltı suların təzyiqi nəticəsində ərazidə qəza vəziyyəti yaranır və tunellər su ilə dolmağa başlayır. Nəticədə 250 metrlik tunel metronun qazma avadanlıqları ilə birlikdə uçqun altında qalır. Ulu öndər Heydər Əliyevin hadisəyə vaxtında müdaxiləsi nəticəsində daha böyük bir uçqunun qarşısı alınır. Ulu öndərin göstərişinə əsasən əraziyə xaricdən mütəxəssislər gətirilir və azot vasitəsilə tunellərdəki su dondurulur və beləcə uçqun ərazisi möhkəmləndirilir və növbəti mərhələdə stansiyanın tikintisinə yenidən başlanılır. Bu hadisədə metropoliten inşaatçılarının rolu və fədakarlığı böyük olduğu üçün elə stansiyaya da İnşaatçılar adı verilir. Nə gözəl sənaye qız, gül, çiçək sənaye qız. Stansiyaya çatan qatarlarda Fikrət Əmirovun Dağlar qızı Reyhan xalq mahnısından fraqment səslənir. Aləm sənə heyran, heyran, heyran. Aləm sənə heyran, heyran, heyran. Nə qəşəngsən ay qız, gül çiçəksən ay qız. Bir danəsən ay qız, dürdanəsən ay qız. Mahnının sözlərinin tarixi isə mahnı qədər şux və oynaq deyil. 1918-ci ildə mart soyqırımı zamanı erməni daşnaqları Qubada bir toya hücum edilir və bəyi öldürürlər. Gəlin Reyhan isə qaçmağı bacarır. Reyhan sonradan dağlara gedir. Orada Gəlinqaya adlanan ərazidə özünə tərəfdaşlar toplayıb daşnaqlara qarşı döyüşməyə başlayır. Sonralar bolşeviklər Reyhanı həbs edir və ona ölüm hökmü çıxarırlar. Son anda isə Reyhanın silahdaşları onu xilas edir. Sil qaradır gözün Reyhan, Reyhan, baldan şirin sözün Reyhan, Reyhan, aləm sənə heyran, heyran Reyhan, canım sənə qurban, qurban Reyhan. Əziz Bakılılar və şəhərimizin qonaqları, bugün sizlərə uçqun hadisəsi ilə üzləşməyinə baxmayaraq, İnşaatçılarımızın zəhməti və fədakarlığı hesabına araya ərsəyə gələn İnşaatçılar stansiyasından xəbər veririk. Növbəti həftədə növbəti stansiyada görüşərik. Hələlik.